Bismillahirrahmanirrahim. Hər birinizi o gözəl Allahımızın salamıyla salamlayıram. İstəyirəm ki, siz əzizlərimizin nəzərinə rast gəldiyim çox gözəl, çox qəşəng, çox maraqlı bir hədisi, bir rəvayəti çatdıram. Bu hədisdə, bu rəvayətdə belə buyurulur. Bir qrup Yəmənli Peyğəmbər şəhəri olan Mədinə şəhərinə gəldilər. Mədinə şəhərinə gələn bu bir qrup Yəmənlinin içindən bir kəs Peyğəmbərimizin qarşısında durub Peyğəmbərimizə qarşı özünü çox ləyaqətsiz apardı. Peyğəmbərimizə yaraşmayan sözlər, kəlmələr işlətdi Peyğəmbərimizə qarşı. Peyğəmbərimiz də bu Yəmənli kafirə buyurdu ki, əgər sən öz qövmünün səxavətli bir kəsi olmasaydın, öz qövmündə səxavətli olmasaydın, mən səni çox ağır cəza ilə cəzalandırardım. Bunu eşidən bu Yəmənli kafir Peyğəmbərimizə sual etdi. Bəs sən hardan bilirsən ki, mən öz qövmümdə səxavətli bir kəsəm? Peyğəmbərimiz də cavabında söylədi ki, hər şeyin yaradıcısı, hər şeyi yaradanı, hər şeydən xəbərdar olan o gözəl Allahımız bizə bunu çatdırır. Yəmənli kafir yenə Peyğəmbərimizə sual etdi. Bəs sizin dininizdə səxavət bəyənilirmi, sevilirmi? Peyğəmbərimiz belə cavab verdi. Üç şey var ki, o üç şey hər bir kəsdə olsa, Allah Taala o üç şeyi çox sevir. Onun birincisi səxavətdir, ikincisi sücaətdir, üçüncüsü qeyrətdir. Hətta bu sifətlər kafirdə olsa belə. Kafirdə olsa belə deyəndə burada kafirin özünün Allah Taala tərəfindən sevilməyi yox, o kafirdə olan bu sifətdən söhbət gedir. Bu cavabı eşidən Yəmənli kafir Peyğəmbərimizə belə söylədi. Əgər sizin o Allahınız səxavəti, sücaəti və qeyrəti bu qədər çox sevirsə, onda mən sizin o Allahınıza iman gətirirəm. La ilahə illallah Muhammedən Rasulullah deyib, söyləyib o Yəmənli kafir müsəlman oldu. Əziz müsəlman bacı qardaşlar, gəlin Allahın çox sevdiyi bu üç sifəti özümüzdə cəmləşdirək. Səxavətli, sücaətli, qeyrətli olay. Heç zaman səxavətimizin, sücaətimizin, qeyrətimizin əlimizdən alınmasına izin verməyək. Əksinə bu üç sifəti daha da özümüzdə daha möhkəm cəm edək, daha möhkəm qoruyub saxlayaq. Allah hamımızdan razı olsun.